Tanrı nəyəm qalıb ki? Bir dənə xoşbəxt, bir dənə arvad qalıb. Sənin toyunda mənim gözüm dolacaq. Həqqı deyirsən, hə, mənim də gözüm dolacaq. İmam Bakı. Bir dənə o qalıb. Çox yaşayacağım. İnşallah Allah o gündə mənə göstərər. Amin. Mən ay Bakıdan zaddan ev düzdür istəyərəm. Kim desə ki, rayonda yaşananda Bakıdan ev istəməz, hamı da istəyər ki, Bakıdan ev olsun. Evlənsən, elə bir sənə Avropada da evin var. Allaha şükür, əsas evdir, evim eşiyim var. Allah olmayanlara da qismət eləsin. Amin. Evim var. Arvad daha xoşbəxt şəkildə özə ləyaqlı bir arvad istəyirəm. Həyasız, dilli, felli yox. Qırqol qışqırır. Yox, həyasız olsun, evdə yox, çöldə həyasız olsun. Mən də onu deyirəm də, ərindən dilləşməsin. Hədə evdə həyasız olmasın, çöldə həyasız olsun. Başa düşürsən, belə evin eşini qədrini bilər, malının qədrini bilər. Mazəfurda evlər ki, ad deməyəcəm, əm olmuşsan. Allah haqqı. Dedim, hə. Allah haqqı. Bizim təmin. Asaqal kişisən, şu əməd olmuşsan. Təbrik, çox sağ ol. Sənin qısmında inşallah. Allah böyükdür. O da sənin qızın olacaq birinci. Qız da olur. Qız. Səndə də qız olacaq. Girən anamın adını qoyacaq. İnanma. Yox, qoyar. İnanma. Çox sağ ol, Maya xanım. Yaxşı var. Sağ ol, Aynizi. Teşekkür ederim. İnşallah. Yanında bundan sonra mən nə istəyə bilərəm ki, həyatdan? Yetəri qədər tanınıram. Vallahi. Hamı ilə danışıram. Yaxşı dostlarım, tanışlarım var Bakıda. Demirəm. Müğənnilərdən dostlarım var. Çox istəyirlər məni, sevirlər. Gidəndə gedib otururam, yeyirəm, içirəm. Mənə nə lazımdır evlənməkdə. Artıq mənim gözüm yüksəklərdə deyil. Ay gedim Range Rover alım, bunu alım, bunu alım. Vallahi bundan qabaq o da yoxum idi. Mən üstümə bir Vesabit alacam. Mən necə Vesabitə? Mən onları sevən izləyicilərimin sayəsində qazanmışım hamısını. Başıma da bir şey yapaq qoyacağım. Qabağa yaya gedə gün vurmasın. Başıma. Tərzi imzamı daxır. Qışı Vesabitə minəcəm. Qışı bir şey yapanda qoyacağım başıma. Gələcəm sizə. Gəlirsin. O bir şey yapan bəy Vesabitinə gedəndə küləyə qoyacağım. Amma bizim dostluğumuz əbədi olsun. 17 ildir bir yerdəyizsə düz dalaşmışıq da. Biz hər gün dalaşırıq olsun. Əbədi olsun. Verəcəm Vesabitə. Çünki tam mənim heç kimim yoxdur. Başıma da şey yapanı qoyacağım. Bir yoldaşım olacaq, bir uşağım olacaq, bir də sən olasan həyatımda. Bu da Bakıdakı dostlarım. Tək sən evlən. Tapmamışam hələ. Heç vaxt bitirməyəm. Heç vaxt, Seda xanım. Mən izləyicilərimin səbəbinə gün görmüşəm. Heç vaxt bu stolda oturmuşamsa onların səbəbinə Seda xanım. Əynimə kofta almışamsa onların səbəbinə. Bax, onların çörəyi. Onları mən nəylə alırım? Bax, işləmirəm, eləmirəm. Nəylə almışam? Bu həyatı nəylə yeyirəm? Onları mənə atdığı hədiyyələrlə. Ömür boyu danmaram. Niyə artist olam ki? Bu 4 ilə yaxındır ki, TikTokdayam. 4 nə artist deyələmişəm. Bana deyilsin oxu, mən deyilsin oxursan. Yox, ona cavab verir. Mən ona sən ona pis şəkildə cavab verirsən, amma mən ona mədəni bir şəkildə cavab verirəm ki, artist deyilib nağaymışam. Birini denən görüm, artist deyilib nağaymışam. Bəlkə deyirəm, pulum yoxdur, kartıma pul atın. Bəlkə deyirəm, bu otağımı düzəldim. Özüm peyk eləyib qazandıqca hamı kimi mən də peyk eləyirəm. Bu TikTokda o qədər peyk eləyənlər var ki, mən də yığıram, gedib restoranlarda xeşləmirəm. Bu TikTokda? Gedib yığıram, deyəm, elə insanlar evim eşiyimi düzəldirəm. Evim eşiyimi eləyirəm. Altıda doludur, hər bir şeyində rahatlayıbdır, amma yenə də istəyir. Elələr də var,
qarnım sandıqda öyle açım tökər. Gizlətməmişəm mən heç nəyim. Hamını sizin gözünüzün qabağında eləmişəm. Bəzi tiktokerlər var, milyonlar qap. Bir dəfə evini göstərib, otağını göstərib, yox. Amma mən sizlə bölüşürəm ki, sizlərin sayəsində Nazlı xanım, da yazır dizdi. Nazlı xanım bizə yaxın adam. Mən gizlətmirəm, mən nəyəm uyam. Bunu düzəldəcəm, sizə göstərəcəm. Nazlı xanım, gözəl xanım, dəyərli xanım. Bizi sevər Nazlı xanım. Pulsuz almışam deyirəm. Yox, bəzi şeyləri reklam eləyib almışam deyirəm. Kütləm var. Cəmaat çağırır, deyirəm, bunu reklam eləyib, götür bunu çıx get. Kütləm var, kütlə görsün ki, yəni mən burada bu ünvanda obyektim var. Nazlı xanım. Amma bəzilərinə də pul verir. Hətta bir çırta görə 40 magnetofon sayı elə bil. Ay. Nazlı xanım, xoş gəlmişsiniz. Ay. Bununla qazı çox vururlar bu koluya. Kola qazı olur. Hə, köpürdür. Hər tərəfindən hava çıxmaq istəyir. Çörəyi yaman çox yedim. Deyələ, mən yiyəndə. Yox, çox yedim. Qarnım şişəcək. Bunlar yiyədirlər. Kesinlikle yiyəməyəm kifayətdir. Ne pis ses çıxardır, sesi batsın. Kendim ettim ah be babuş, sevilmedim. Qoymuram. Ha. Salam. Uşaq deyib deyirsən. Kimi dayı qız? Sizin çox böyük fanatsınızla sizlə görüşmək istəyirəm. Görüşmək istəyirsiniz? Mən Bərdədəyəm. Mən də Dağlıbələdəyəm. O tərəflərə gələndə sizin əvvəldə təxtik görüşə bilərəm. Sizin çox böyük fanatsınızla. Şəhərdə. Şəhərdə, evdə yox. Hə? Evdə yox, evdə yox. Hədə şəhərdə də şəhərdə. Hə. Şəhərdə, hə. Sizi istəyirik, sizi bəyənirik. Allah dua eləsin. Yaxşı ki var, mamam da sizdir. Mamam da sevir. Hə, mamam da, mən də sizi sevirəm. Bu ya sən qızı sevirəm də maması. Sağ qurban olub, ikimiz də sevirik, hə? Ana bala sevirlər də səni. Qurbanım, kimi sevirik. Ana bala sevirlər səni. Bir dənə bacım var, adı Aybəli. Nədir ya ben? Nə? Yok bize yok hanım. Yok. Yok mənim övmə yok. Evdə olmaz. Evdə olmaz. Gördürəm. Azı yok mənim övmə yok. Yox, bir azıbədə gəl. Bizim xoruz Ağzıbədiyə gəlim. kəsəsən denəmsə. Xoruz. Müftə ev deyir ki xoruz kəsəsən. Ya Allah haqqı. Sən xoruz kəsəsən gedək. Dış başına xoruzam tərə qarnına tak. Rayonları qarnına.